Salam, sabahınız xeyir olsun. 17 may 2026-cı il tarixidir. Yaz fəslinin 57-ci, Zülqədə ayının 30-cu günüdür. Eləcə də həftənin son günü, bazar günüdür və Zülqədə ayının sonuncu həftəsinin sonuncu 7-ci bazar günüdür. Hər birimizdə istirahət günü olduğu üçün ilk növbədə gözəl bir istirahət günü keçirməyə can sağlıqlı olaraq arzu edirəm. 17 may günündə kimlər işləri arxasınca gedir, işləri ilə məşğuldurlar, iş yerlərində, ofislərində, evlərində, evdarlıqları ilə və ev işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş abadlığı, bol bərəkətli, ruzili, gözəl, xoş xəbərli bir gün keçirməyə arzu edirəm. 17 may günündə kimlər təhsili ilə məşğul olurlar? Məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrları olaraq yetişmələrini arzu edirəm. Bununla yanaşı isə 17 may günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, hər birinə səbir diləyirəm. Bununla yanaşı isə 17 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Hər birinə can sağlıqlı, gözəl, xoş, sülh, əmin-amanlıqlı, firavanlıqlı, bol ruzili, bərəkətli bir gün keçirməyi arzu edirəm. 17 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 17 may günündə də tarixi günlər vardı. 17 may 1497-ci ildə Vasco da Gama dəniz yolu ilə Hindistan sahillərinə çatdığı gündür. 17 may 1590-cı ildə Danimarkalı Anna Şotlandiya kraliçası olduğu gündür. 17 may 1814-cü ildə Norveçdə ilk konstitusiya qəbul edildiyi gündür. 17 may 1877-ci ildə Avstraliyanın Viktorian Futbol Liqası yaradıldığı gündür. 17 may 1932-ci ildə Amerika Birləşmiş Ştatlarının Konqresi Porto Rico'nu adını dəyişdirərək Puerto Rico adlandırdığı gündür. 17 may 1940-cı ildə isə İkinci Dünya Müharibəsində Almaniya Belçikanın paytaxtı Brüsseli işğal etdiyi gündür. 17 may 1995-ci ildə Jacques Chirac Fransa prezidenti seçildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.